Used to, be used to və get used to ifadələrini yəqin ki, daha əvvəllər eşitmisiniz. Bəs bunlar arasında hansı fərqlər var? Gəlin birlikdə baxaq. Əvvəllər bir şey edirdin, amma indi etmirsən. Bu halda used to ifadəsindən istifadə olunur. Məsələn, I used to drink coffee. Mən əvvəllər kofe içirdim, amma indi içmirəm. Və yaxud da belə deyə bilərik. I didn't used to drink coffee. Mən əvvəllər kofe içmirdim, yəni indi içirəm. Bir işi etməyə öyrəşmirsən və bu artıq sənin üçün normaldır. Bu halda be used to ifadəsindən istifadə olunur. Məsələn, I'm used to waking up early in the morning. Mən səhər tezdən oyanmağa öyrəşmişəm. Bir şey yadda saxlayın ki, bu ifadədən sonra əgər feil gəlirsə, feilin sonuna ing sonluğu əlavə olunur. Əgər bir vərdişə hələ öyrəşirsən və proses davam edirsə, bu zaman get used to ifadəsindən istifadə olunur. Bu ifadədən sonra feil gəlirsə, feilin sonuna ing artırılır. Məsələn, I can't get used to waking up early. Mən səhər tezdən oyanmağa öyrəşə bilmirəm. Bəs sizcə bu cümlədən hansı variant doğrudur? Cavablarınızı rəy bölməsində yazın. Daha çox belə videoların davamı üçün məni izləməyi unutmayın. Növbəti videoda görüşərik.